Sponsorumuz Blissland Tornado Ailəvi İstirahət Mərkəzi. Ay, teşekkür ederim sizlere dostlar. Çok sağ olun musiqiçilərimizi. Salamlayıram. Ateş İnstrumental Ansambl əbədi rəhbərimiz İlkin qardaşım başda olmaqla. Teşekkür ederim dostlar, çok sağ olun. Salamlayıram əziz tamaşaçılar, ARB TV-nin izləyiciləri və İzzət Show'nun daimi izləyiciləri. Axşamınız xeyir olsun, vaxtımız və ədəmiz yenidən yetişdi, gəldi, vaxtımız çatdı. Sizlərlə gəlmişəm yenə görüşə. Bugün də çox gözəl, dəyərli sənətçilərimiz, gözəl sənətkarlarımız və biri-birindən sevilən sənətçilərimizi dəvət etmişəm və əminəm ki, bugün də proqramımız ürəyinizcə olacaq. Amma bizim sənətçilərimizi, dostlarımı təqdim etməmişdən əvvəl istərdim qısa anonslarımı verim, sonra inşallah keçək verilişimizi davam eləyək. Bakıxanov qəsəbəsində yerləşən bu gözəl məkanımız 4 mərtəbədən ibarətdir. Hər mərtəbəsi ayrı-ayrılıqda gözəl öz fəaliyyətini göstərir. Birinci mərtəbəsində bəylər üçün çox möhtəşəm bir kişi hamamı var. İkinci mərtəbədə bizim gözəl balalarımız üçün uşaq əyləncə mərkəzi və fitness zalımız var. Üçüncü mərtəbədə çox möhtəşəm banket zallarımız var. Dördüncü mərtəbə isə bax bu gözəl məkandır ki, hər gün, hər axşam, hər gecə bu gözəl zalımızdan şou proqramımız olur. Biri-birindən dəyərli sənətçilərimiz bax bu gözəl səhnədə yer alırlar. Hər axşam burada möhtəşəm bir tornado yaranır. Verilişimiz isə elə bax bu gözəl mərtəbədən, bu gözəl məkandan yayımlanır İzzət Show verilişi. Və əziz dostlar, əziz tamaşaçılar, afişları görürsünüz. Hər həftə keçdikcə artıq yavaş-yavaş zamanımız yaxınlaşır. Heydər Əliyev Sarayında mənim gözəl bir solo konsertimə hazırlaşıram. İnşallah oktyabr ayının 6-sında Heydər Əliyev Sarayında möhtəşəm bir solo konsertim olacaq. Canlı musiqiçilərimizlə, canlı ifalarla çox canlı bir performans, çox möhtəşəm bir gecə olacaq inşallah. Və bu 50 illik yubiley münasibəti ilə, 50 yaşımın tamam olması münasibəti ilə çox möhtəşəm bir konsertimiz olacaq inşallah. Dəyərli dostlarım orada olacaqlar. Sizlərin hər birinə əziz tamaşaçılar orada gözləyirəm. Məni sevənlər, mənim fanatlarım, məni istəyənlər. Gəlin mənimlə bərabər bir yerdə konsertimizi sizlə bir yerdə qeyd eləyək. 50 yaş yubiley və səhnə fəaliyyətimin 35 ilini qeyd edirəm. İnşallah sağlıq olsun. Oktyabr ayının 6-sında Heydər Əliyev Sarayında sizlərin hər birini orada gözləyirəm inşallah. Əziz tamaşaçılar, əziz dostlar, təşkilatçı mənə dəstək olanlar var inşallah. Az sonra onları qeyd edəcəm. Amma indi istəyirəm keçid alım bizim sənətçilərimizə. Bugün dostlarım, əzizlərim buradadır, mənim yanımdadılar. Elə bir insanı dəvət eləmişəm ki, bu insan mənim elə uşaqlıqdan dostumdur. Biz elə Bülbül adına orta ixtisas musiqi məktəbində oxuduğumuz illərdən mən bu insanla dostluq edirəm, qardaşlıq edirəm. Əzizimdir, dostumdur, sevimlimizdir, hamımızın sevimlisidir. Hamımız onu çox istəyirik. Çox gözəl bir müğənnidir, çox möhtəşəm bir ifaçıdır. Samir Priye! Ay maşallah, bravo, eşq olsun Samir, xoş gəlmişsən mən əziz dostum, əziz qardaşım, var olasan, maşallah. Bu da gözəl rəqsdir, söz yazdırmısan buna. Bu xoşbəxtlik rəqsidir. Əslində Volqa, xoşbəxtlik də deyirdilər, Volqa deyirdilər. Buna söz yazmışıq. Əslində çoxdan çıxıb, belə demək olar ki, matanını oxuyanda bir vaxtda çıxıb. Həmin vaxtlarda çıxıb, o gözlədin ki, o işini görsün, qutarsın sonra. Bu da, belə, yəni... Maşallah, Samir, xoş gəlmişsən, mənim əziz qardaşım. Mən sənə təqdim eləyəndə dedim ki, uşaqlıqdan mənim dostumdur. Biz Bülbül adlı musiqi məktəbindən, bax, bu gözəl qardaşımla bir yerdə oxumuşuq. İllərimiz var, staj var, illər var, maşallah olsun. Bugün də xoş bizim halımıza ki, biz o könlərdənik. Yəni, bir-birinə dəyər verməyi, hörmət eləməyi və sayğımız bir-birinə və bir-birini ən azından görəndə ürəyimiz açılır. Öpürəm, Allah canımı sağ eləsin. Allah səni var eləsin, xoş gəlmişsən. Artıq bu mənim ikinci Zəfər bayramında da olmuşdu. Üçüncü verilişimdir. Valla mən əziz dostlarımı... Deyir, çağırılan yer ar eləmə, çağırılmayan deyirəm. Qardaşım da nə vaxt çağırsa deyirəm, baş üstə. Həqiqətən, valla, haçan zəng edirəm Samirə, deyir, baş üstə mənim qardaşım. Bir də görürsə, o birisi verilişlərdə inci ilə. Nə oldu, çıxıdırəm, valla. İzzət, mən uşaq vaxtından İzzətin yanında böyümüşəm. Yəni, İzzət özü də böyük deyirəm, İzzət özü cavan deyə. Maşallah, cavan qalmağımıza baxmayaraq. Yəni, bir baba... Bax, yaş vardı da 50 yaş. Maşallah, xeyli yaşımıza. 50 yaş oldu. Ona görə İzzət mənim üçün əzizsən, qardaşımsan, həmişə qulluğundayım. Sən də mənim üçün əzizsən, sən çox istəyirəm.
və hər zaman da bir-biri ilə görüşəndə qəşəng oturub dərdləşirik, danışırıq və uşaqlıq yadımıza düşür, illər yadımıza düşür və ən azından xoş olur bizə. Qoy bir dənə də deyim. Deyir, cavanlıq nə vaxt arxada qalıb, nə vaxt gözümün qorxusu yoxdur. Yaşın çətinliyi 60-əcən, 60-dan o yana qorxusu yoxdur. Diqqət et ay dostum, etdiyin işə irəli addımla baxma keçmişə. Yaşın çatsa 70-ə, 70-dən o yana qorxusu yoxdur. Allah sənə Allah ömrümüzü uzun eləsin. Amin inşallah. Sevənlərimizlə Allah balaları saxlasın. Allah səni çox sağ ol əziz qardaşım. Buyur əyləş. Bu günləri sənətçi dostlarımız var. Bu günləri verilişimizdə əminəm ki, maraqlı bir veriliş olacaq. Çünki dəyərli dostlar yanımdadır, gözəl sənətçilər yanımdadır və illərin dostu, illərin qardaşı və gözəl aktyor, sevimli aktyor. Dedim valla bu insan haqqında çox şeylər demək olar. Gözəl aparıcı, verilişlərin, bir neçə layihələrin rəhbəri, aparıcısı, hələ verilişinin həm redaktoru, həm prodüseri, həm aparıcısı, həm gözəl dostumuz, gözəl qardaşımız, sevilən insan Elcan buradadır. Elcan gəlir! Elcan xoş gəlmisən. Mən əziz qardaşım, dəyərli qardaşım, gözəl qardaşım. Bütün İzzət Bağırovun verilişinə baxan hamını salamlayıram. Yaxşı adamlarsınız, zövqlü adamlarsınız, yaxşı yerə baxırsınız, bizə baxın. Öz yerimdə oturum yoxsa? Otur, Reinhard Ester, əyləş. Mən burada işləyirəm axı bu yerdə. Həmişə yanında orada oturursan. Mən bu yerdə işləyirəm. Mən ümumiyyətlə biz hansı qonağam? 2 dənə müğənni çağırdıq, müğənni çox oldu. Bir dənə aktyor kimə deyə bilərik? Əqo Elcan gəldi, o mənəm. Estağfurullah, elə deyil, yox. Yox, sən bizim əzizimizsən, dəyərlimizsən. Sən bir dəfə mənim verilişimdə olmusan. Əslində, sağ ol, Elcan, mən haçan Elçana telefon açmışam. Bizət baş üstə gəlirəm, elə Samirin sözünə qüvvət. Bu da valla bizim münasibətimizdən irəli gəlir, dostluğumuzdan irəli gəlir. Elcan'a heç deyərdim ki, digər verilişlərdə görmək olmur. Çünki öz layihəsi maşallah çox böyükdür. Özü də bu dəqiqə hal-hazırda elə bir layihədə işdir ki, elə bir layihənin aparıcısıdır ki, o çox çətin layihədir. Orada mükəmməl işlər gedir. Pərdə arxası orada nələr baş verir, nələr olur, onu yəni ən azından biz bilirik. Yəni Elcan onları yaşayır. Çünki meyxana yarışması çox mükəmməl yarışmalardan biridir. Meyxanaçılarla işləmək də meyxanaçılarla da işləmək daha çox çətin işdir. Çünki onların şairlərdir də, onların özlərinin təbi gəlir, avazı gəlir. Bir görsən ruh adamlarıdırlar. Bir görsən ki, rus sözü var idi, nasterena nə deyirlər ona? Əhval-ruhiyyə. Əhval-ruhiyyə. Bir görsən ki, yerində ola bilər, olmaya bilər, keyfi yaxşı ola bilər. Ya görsən hansızsa anda bir sözü demək istəyər, deyə bilməz. Yəni orada çox işlər baş verir. Onları Elcan özü danışacaq. Ona görə bu günləri Elcan vaxt tapıb, zaman tapıb bizim verilişə gəlibsə, Elcan sən gözəl aktyorsan, sevilən insansan. Səni tamaşaçılarımız sevir. Biz səni istəyirik. Sənin verilişimizdə olmağın bizə xoşdur. Xoş gəlmisən bir də əziz dostum. Var olasan. Çox təşəkkür eləyirəm. Bu bir diqqətdir, bu bir istəkdir. Buna görə xüsusi təşəkkür eləyirəm. Çox sağ ol. Ən azı ona görə ki, yada düşmüşüksə, bu bizim üçün fəxrdir. Həmişə yadımdasan. Heç veriliş olmasa görsən arada biz zəngləşirik, danışırıq. Elcan mənim dəyərli qardaşımdır, əziz dostu və ən azından gözəl yol yoldaşıdır. Biz Elcanla müqəddəs torpaqlarda ziyarətlərdə olmuşuq və ən azından yola çıxmışıq, səfərimiz olub ən azından. Və bu günləri Samir Piriyev əgər buradadırsa, deməli burada kim çatmır? Samir. Kim çatmır? Matanı. Matanı çatmır. Matanı çatmır. Matanı da kimdə artıq hamısı bildi. Tamaşaçılarımızın çox sevdiyi və Samir Piriyevin gözəl son zamanlar gözəl duet ortağı, sevilən müğənnimiz, maşallah olsun, heç vaxt tapa bilmir bu xanım. Azərbaycanda ilk olaraq Eurovision'un yarışmasının qalibi olan Azərbaycanın Eurovision'un yarışmasının ilk qalibi, yəni bir dəfə qalibiyyət olub, o da bizim bu Nigar xanım qalibi olub və ondan da əlavə hal-hazırda da bu dəqiqə bilirsiniz çox böyük bir mükəmməl bir iş gedir. İctimai televiziyada layihə gedir, orada layihədə münsiflərdə əyləşib iştirak edir və vaxt tapıb gəlibsə yenə də sağ olsun. Təşəkkür edirəm. Nigar Camal gəlir. Ay bravo, bravo, eşq olsun Nigar xanım. Bax buyurun bu mikrofona danışın, zəhmət olmasa. Hə, işdir, bəli. Buyurun əyləşin, rahat-rahat danışın. Nigar xoş gəlmisən, əzizim. Səfa gətirmisən.
Var olasan. Çox Nəhayət sağ ki ol. görüşə bildik. Samirlə biz gəldik, dəfələrlə bəli. görüşürük verilişdə, amma alınmayıb səndən verilişdə olasan. Bu günləri qismət bu günəymiş. Bu günəymiş. Xoş gəlmisən. Çox sağ olun. Həmişə sən gələsən və bu gün səni təqdim edəndə bir çox şeylər danışmaq olur sənin haqqında. Yəni sənin haqqında bir çox şeylər sözlər demək olar ki, əvvələn ən birinci olaraq hələ Avrovision var ortada. Çünki sən Avrovisionda ilk insanlardansan ki, sən qalib olmusan və Azərbaycana bunu yaşatmısan bu ölkəyə və bu bizim üçün böyük şərəfdir, fərəh hissidir. Çox sağ olun, Bu çox hissi bizə sən yaşatmısan. Çox sağ olun. Var olasan və sonra da ki, maşallah da sən layihələrin, işlərin, çıxışların, performansların, mahnıların hamısı biri-birindən gözəl, yüksək səviyyədə, kliplərin biri-birindən maşallah gözəl, möhtəşəm və son aylar, illərdədir ki, bu Samir Piriyevlə duetim var, bilirəm maşallah. Duetləri bir dənə duetdir, yoxsa iki dənə, artıq ikincisini hazırlayırsınız. İkincisi duetdir, birincisi Biri- super duetdir. Birincisi deyərdim ki, vallahi elə duet kimi bir şey oldu. Matanın mahnısı, heç kim. Sadəcə mən rəqqasə kimiyəm orada. Hə, orada. amma rəqqasə kimi deyəndə ki, alındı da Afaq xanımın verilişində oldu da o desən. Demək, Hə. verilişdə mən orada necə oldu? Biz əslində dost deyildik. Əslində biz deyə bilərik ki, belə bir-birimizi sevməyən bir insanlar aramız kimiydik. yox idi. Aramız yox idi və O, dedilər mənə ki, işə bax, Samirlə proqrama necə baxırsan falan. Dedim, normal. Aranız necədir? Deyirəm, heç nə yoxdur. Sonra aramızda necə oldu? Sonra gəldi, orada muğam yeri var axı. Dilbər sənin 14 Hə. gözəli ay kimi ruxsarı var. İndi baxdım, dedim yox, elə əyninə deyə. Dedim ki, Nigar xanım, bir dənə gələ Gəl bilərsən. bura. Gəl bura belə, nə üçün gəlim? Deyirəm ki, gəl bir dənə sənə belə də vəsf eləyim, deyir, şair mənə vəsf elə. Dilbər sənin 14 gecəlik ay kimi ruxsarı var qurban və indi dedim ki, muğamdan sonra gəlib oturacaq da, sağ olsun, o da oturmadı. Oturmadı, axıracan oynadı. Mən indi heç gözləmirəm də indi. Veriliş bir neçə müddət sonra getdi. Belə oynadıq ki, Yox, sonra səhəri bütün gün yay partladı. oynayırıq. Səhərisi gün nədir? Daha bir də görüm telefonla mənim. Dadan. Başım babelənçinə. Demək ki, o mahnının hərdən deyirlər, mahnının uğuru. Hardasa ordadır, oradaydı da. O olmalıydı, O olmalıydı. oradaydı, ora bir dənə axar gəldi. Biz ona Afaq qədər- xanım sizi bir yerdə ona çağırdı. qədər- O sən bir dənə kodlaşdırmış qədər- bir şey yox, deyib. buna- Sən ondan Afaq da- sizi bir yerdə verilişə çağırmalı imiş. O qismətdir. O qismətdir. O orada olmalıymış. Sən onu vəsf etməli idin. Oynamalı idi və bu da belə. Məsələ nədir? O mahnının biraz çox adamlar başa düşmədi. Mənə deyəndə belə. Ona qədər hamı paylaşırdı, sevinirdi. Amma Nigardan sonra mahnı bir necə oldu? Elə bir ki, mən hətta deyim ki, Ən əsası bütün xanımlar matana olmaq Bəli, bəli. istəyirdilər. Hə. Çalışırdılar Tamamilə video doğrudur. çəkməyə. amma Nigar elə olmadı. bir ki, o mahnını bir şey elədi də, Möhürünü tamamladı. qoydu. Tamam, hə. tamamlandı. O mahnı Evet, elə bir ki, tamamlandı. Hə. tam Nigar Tamamlandı. üçün yazılmış bir mahnı idi elə bil. Bilməyərəkdən. Tamamilə doğrudur. Nigar, bax bu əzizim, Avrovisiondan sonra bir çox sənətçilərimiz var ki, gələn müğənnilər. Mən görürsən ki, biraz indi tənbəllik gedir. Amma maşallah səndə bu şey olmadı. Üstəlik hələ üstünə gəldi. Daha da işləri böyütdün. Maşallah böyük mahnılar yazdırdın, çoxlu repertuar qurdun. Əslində hə, Eurovisiondan sonra bir neçə il biz xaricilərlə işləyirdik falan, amma sonra daha bizimkilərlə başladıq işləməyə və əlbəttə ki, orada arada bir sakitçilik var idi ki, Bəli. çünki o necə deyirlər, o show business deyə bilmərəm, yəni o oradan bura gəlmək üçün biraz fərqlidir də. Yəni O burada euforiya fərqli başqa bir şeydir. Bilirəm, və bilirəm. mahnı tərzləri tam fərqlidir orada, burada tam başqa falan. Ümumiyyətlə dəyişməli idin. Dəyişməli idim. Dəyişməli və dəyişə bildin. Dəyişə bildim Dəyişə deyəsən. bildin. Amma doğrudan dəyişə bilmirsən. Doğrudan Yəni sən çox işi, repertuarda, sonra İnşallah yaxşı tərəfə. janrda, yəni demək olar ki, bir çox şeylərdə dəyişə bildim. Verilişlərdə qatıldım başqa cür formatda. Yəni bu da sənin uğurun da əslində Yəni çox gözəl. adaptasiya ola bildi. Adaptasiya olmaq lazımdır. Oradan bəli, bəli. gəlib bura adaptasiya biraz çətin Çünki idi. bir çox Avrovision uşaqları, məsələn elə mənim verilişimdə olublar, bir neçəsi olub qonağım, Samirə Əfəndi olub qonağım, sonra Nadir mənim verilişimdə olur. Görsən onlar da sən kimi şeylər danışırlar. Pərviz də maşallah sənə çox dəstəkdir. Yəni işlərində bilirəm Əlbəttə ki. ki, həm menecerimdir, həm yaxın dostumdur. Və bir də ki, əslində bir səncə olmalıdır. Bir də menecer ya prodüser bunlar gərək səni istəyən adamlar olsun. Səni sevsinlər Dost işlə. olmalıdır, Dost mütləq olmalı. dost Səni olmalıdır. Onsuz da sevməlidirlər. sevməyən, istəməyən insanlarla mən İstəməyən həyatımda insana işləmək işləyə olmur. bilmərəm. Alınmır. Hə. Alınmır. Alınmır. Elcan qardaşım. Bax bu meyxana layihəsi maşallah neçə il fasilə verildi ki, heç gözləmirdim sən eləyəsən bu işi. Çünki həmişə biz bunu başqa adamlarda görmüşük. Səninlə başladı və özü mükəmməl də başlayıb gözəl də davam edir. Hə biraz bir il qabaqdan
fikirləşirdik bunu eləməyi. Fikir sənin fikrindir yoxsa dedilər, təklif Yox, etdilər? elə öz fikrim Öz idi. fikrin. Sonra istəyirdim onu aparsın Emin əfəndi. Getdim, görüşdüm. Sonra belə oldu ki, mən yəni özüm aparmalı oldum. Emin münsif heyətində oldu. Amma onu aparmağa görə Elcanlı proqramı bağladım. Elcanlı, hə. onu Amma bağladım. möhtəşəm verilişidir Elcan. Yaxşı bir İndi hələ verilişidir. ki o Həftə içi bağlıdır. 5 gün gedirdi. Mən dəfələrlə qonağın olmuşam. Söktüm oranı, elə bir bunu tikdim onun Hə, yerində. həmin pavilyonda gedir. Bəli, bəli. Oranı söküb bunu qurmusan. Bunu, hə. Ha. Onu da elə söktülər, sağ olsunlar ki, heç nəyə ələ gəlmədi. Elə Vay, vay, sağ vay. olsun, tam məhv oldu. İndi mayın 9-u finaldır Allah qoysa. İndi bir mərhələdən sonra yarım finallar, sonra finallar. Avtomobil də oradadır, studiyadadır. Görək kimə qismət İnşallah. olacaq. İnşallah. Amma hə, gedir. Elcan, ara sıra Uzun baxıram, tam rəqabət həmişə var. baxa bilmirəm, amma ara sıra baxıram. Təkrarları da olur, baxa bilirəm. Amma 5 verilişdən ikisinə baxa bilirəm. Bir şey deyim, orada yəni sən görürsənmi orada belə bu gün məsəl üçün bax bir Pakaleni var da, ta ki Ağa Mirzəgilin Pakalenası, ondan sonra Rəşad Dağlıgilin Pakalenası, sonra Balaligilin Pakalenası. Yəni Pakalenilər var da, Pərviz Bülbülə. Yəni görürsən burada elə bir adamlar ki, onlar da ulduz olacaqlar. Bunlar bizdə Çempionlar Liqası kimi eləmişik. Çünki orada çoxu çempionlar da, Degərsin çempionları, digər meyxana yarışların çempionları və ona görə onlar hamısı artıq Arlanda tanıdığım uşaqlar hə, var. hamısı öz yerini tutublar. Elşəni tanıyıram, Balxanlı Elşən, başa o da. Hə, o yoxdur bizdə məsələn. O Qonaq kimi, Qonaq kimi hə, orada oturur. əyləşirlər. Məsələn, Tarlan Məşdağa var. Aha. Çox belə ümidlər böyüdü Tarlana. Sonra Potensialı Valeh var, çoxdur. Lerikli məsələn ki, yenidən çempion olmağa. Nələr var, mən belə başa düşmürəm. Meyxana ümumiyyətlə qəsəbə ilə Elə olur da, Nigar, meyxanaçıların əli ləqəbə elə olur həmişə. Öz yaşadığı qəsəbənin, kəndin adı ilə, yəni onlar da elə tanırlar. Xırdalan, belə dağlı, bunlar hamısı, onun da duzu oradadır. Onun da marağı oradadır. İş oradadır da, onun əsas bir kök oradadır. Elcan, indi aparıcı kimi orada varsan deyə layihədə rəhbərsən, həm də filmlər bəs var, yoxdur, necə film? Film 1-2-3 ildir, film yordu, cəmaatı yorduq elə bil. Mən özümü ora aid eləmirəm, amma bir filmdə mən də yordum. Lazım deyildi, elədim. Hansı film idi ki öyle? Amma əslində yadındadır bir ara o qədər Çox oldu da. kino 4-5 il çəkirdilər, arda-arda hə. oldu. Hə, 5 il Çəkirdilər, demək olar ki, hətta arda-arda hamımız maşallah bütün uşaqlar elə Müşfiq Gilsən, Elməddin, Hər ay bütün bir uşaqlar hamı film çəkdilər. çıxardı. Palaza Bizdə- birin elinə sürün. Bizdə ümumiyyətlə belə bir nəsə bu tendensiyadır, bilmirəm, onu keçənmirik. Biri bir şey eləyir, məsələn, onu edir. görür orada pul var. Bir kino oynayırıq məsələn. Tökülür hamı meydana, hamı Hətta biri kino moyka çəkir, açır, hamı hamısı başladı çəkilir, moyka hə. açmağa. Hə. Biri serial eləyir, uğurludur, hamı serial oynayır. Tökülür hamı serial çəkir. Nə bilim, biri mahnı oxuyur, hamı tökülür Sonra mahnı bezəndən oxuyur. sonra başqa Ya bu ümumiyyətlə belə hər sahədə belədir. İndi düşünürüm ki, film bu il bir dənə ya iki dənə film eləmək olar. Çünki artıq o adamlar hansı ki film elədilər, küllü miqdarda borclara düşdülər. Başa Düşdülər, düşdülər ki, ziyana bu bunların düşdülər. işi deyil. Film tam başqa bir şeydir. Hə, Bu indi bir çəkini qoy Hə, bu işi bir bilənlər. riyaziyyatdır, bu bir nə bilim incə sənətdir. Bunu hesablamaq lazımdır. Elə bir-birinə bağlamaq lazım. Bu kinodur da. Bizim bəzi adamlar götürürlər, baxır türk filminə bir dənə bellirir. Gəlir film danış belli. Eyni onun kimi bir şey eləmək istəyirəm. Bir şey ki onun kimidir, o oje kimidir də, tutmayacaq, özü hə. deyil. Sən belə sıfırdan yaratmalısan nəyəsə. Ona görə indi görək bu il boşluq yaransa, əgər hamısı çəkilsələr, balaca bir meydan olsa, kinoteatrda balaca bir sirkələnmə eləmək olar. Bax deyirsən ki, başladılar çəkməyə. Yarım milyon, Əslində bir milyon. çəksələr də, amma biz bayram günlərində ki evdə oluruq. Hələ vallahi elə sənin filmlərini, Oğlan evini Ancaq demək olar ki, hə. bütün kanallar verir. Oğlan evi 1, Oğlan evi 2. Bu sənin çəkildiyin filmləri görürük, baxırıq, maşallah. Özü onların duzu var deyə, onların marağı bax. Hə, kino Tam başqa gərək idi. yatdı. Hə, Kəkliyotuda bir epizod. Ağdamlı oynuyordun da Hə. sən. Hansında? Bir epizod. Hansında? Kəkliyotu filmi var. Şəkiyotunda da Başrolda var. hə. Nigar xanım oynayır. Nigar oynayır orada. Nigar doğrudan yaxşı yadmışdı. Orada karate yerləri var, döyüş səhnələri. Özü Tam də- özünsən. Tam özüməm. Özüməm çünki uşaqlıqda mən karate ilə məşğul olmuşdum ona görə. Ha, orada bir yeri var, o atlanıb iki Atlanıb. təpi ilə. O da sənsən, yoxsa orada O mənəm, orada sadəcə matras var idi. təbii ki, Bir neçə indi o dəfə Hollywood mat- ulduzlarının da altına matras Hə. qoydular hamısı. matras- Kaşkaz olarsın onu Matras qoydular. hə. olmasaydı rəhmətli Ya olardı. birbaşa tam özün sənsən. Çünki orada Bəli, bilir ki, bəli. sənsən, demək ola bilər də bəlkə montaj Sadəcə bir iki kadr orada hardasa belimi göstərəndə orada saçda falan mən deyildim.
bir-iki dənə kadr mən deyirəm. Amma qalan o Çünki mən bir oğlan nə deyirlər, kaskadyorlardan ayağıma düşmüşdü atlananda, az qalıb ayağımı sındırsın. mən əslində Nigar o filmə gəlib təqdimatına baxmışdım. Çox bəyənmişdim də. Sonra da demək olar ki, bir ildən çox o film kinoteatrlarda qaldı da. Özü də çox gözəl, yəni baxıldı. Çünki orada bütün qaymaqlar orada idi. Demək olar ki, elə bütün maşallah Fərdad oradaydı, Müşfiq də oradaydı, yəni İslam oradaydı, səhv eləmirəmsə, bütün kino hamısı çəkilib, uşaqlar çəkiliblər. Şeyci mən də oradayım. Hə. Yəni maşallah, yəni o film çox qəşəng. Bizə ssenari də gözəl idi, ssenari də maraqlı idi. Yəni bir dənə kəklik otunun üstündə qurulan bir mövzudur əslində. Yəni bu hardan hara gəlib çıxdı. Yəni çox maraqlı bir film idi, qəşəng film idi və orada sən çox gözəl oynamısan, polis gizli polisi oynayırsan. Heç özü bilmirəm nə oynayıb bax, fikirləşir. Yox, bilirəm. Sadəcə məsələn ən asanı mənim üçün oynamaq idi. İmnəba döyüş səhnələrdə mənim üçün rahat idi. Bəli. Amma belə aktrisa kimi çalışmaq bu birinci dəfədir. Mənim üçün çox çətin idi. Amma möhtəşəm idi. Çox qəşəng idi. Bir də Samir filmlərdə. Samir sən də bir də filmə çəksəm özüm çəkəcəm qardaş. Çəkəcəm səni. O kliplərdə çəkdim. Filmə çəkim, oxu. Gəl oxu qardaş. Gəl bir dənə qəşəng mahnı. Ay bravo! Bravo! Süper! 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 Nigar xanım. Eşq olsun. Nigar çox süper oynayırsan. Qəşəng. Gəl Samir. Ona görə qardaş bu mahnı Nigar olmayanda alınmır da məndə. Amma mən sənə bir sözdüm ki, bu mahnıları ilk dəfə bizim verilişdə oxudum. Sizdə oxudunuz. Bizdə oxudu. İlk dəfə bizim verilişdə oxumusan. Sadəcə sənin sözü və qüvvət tamamlandı AFAQ-ın verilişində. Amma dedin də, sən də dedin ki, Samir nə qəşəng mahnıdır bu. Çox qəşəng. Bu köhnə mahnıdır. Hətta Asif müəllim yadıma gəlir, biraz dedi ki, ha yaxşı mahnıdır, belə Kimsə oynamalıdır bunu amma. Bunu mütləq kiməsə tərif eləməlisən. Nəsə çatmır, bunda nəsə çatmır. Köhnə mahnıda biz də oxuduq. Ay balaca, balaca, Habeda, balaca, gəlir bilmirəm. sorağın sən İstanbuldan gələndə Min dənə söz ayağı belə bir oxuyurdum. İstəyirdi ki, yəni hər bəzi mahnıları oxşaya bilərdi. Habeda, mabeda bilmirəm. Ha, o vaxtı bəli. Əslində bu mən eşitdiyimə görə rəhmətli Adil Gəray yazıb, səhv eləmirsəm, nəvəsi üçün yazıb. Belə Amma matanıdır ya mahnı. Samir, mahnının orijinalını sən matanıdır. Matanıdır da. Matanıdır sözləri elə yazır. Sonra dəyişmişlər onu. Uşaq görürsən, ay matanıdır, nə bilim, gözəl xanım görəndə. Amma sən indi balaca uşaq oxumadın da buna qaqaş. Mənim qismətim. Nigar dəyişdi mənə ki, ay balaca, Nigar dəyişdi də orada balacılıqdan çıxdı. Balaca uşaq böyüdü də oldu Nigar. O böyüdü oldu Nigar. Sonra böyüdü də. Təşəkkür edirəm, amma istərdim ki, əziz dostlar, çox vaxt itirməyək. Elə Nigardan da bir mahnı alaq, sonra söhbətimizi davam edək. Nigar, səndən yenə bir mahnı alaq, repertuarından gözəl bir musiqi gəlsin. Bravo! Maşallah, süper, süper. Allah qəni rəhmət eləsin. İlhama xanımın da səsin salımısan ora. Çox gözəl. Hə, həqiqətən. Doğrudan da bax, maşallah elə orada yeri var. Allah rəhmət eləsin. Bax Nigar, bu çiçəklər sənindir. Bu gözəl gül çələngi sənin üçün gəlib. Bizim gül dünyasına təşəkkürümü bildirirəm. Validəmi çox sağ ol, var olasınız, minnətdaram Gül Dünyası. Yəni hər zaman çox sağ olsunlar bizim xanım müğənnilərimizə. Belə gözəl gül çələnləri göndərlər. Bugünkü çələng də sənin üçün gəlib, sənə aiddir. Bax, bəzən mən hərdən nə fikirləşirəm, İzzət, deyirəm ki, o əlimizdə olan dəyərlər var ha. Məsəl üçün, mən bu günləri, məsəl üçün, böyük sənətkarlarımız var da, hansı ki, elə bizim böyük sənətkarlarımız, Flora xanım Kərimova, Nisə xanım Qasımova, sonra Elmira Rəhimova. Yəni onlar yaşayan canlı əfsanələrdir. Məsələn, mən hərdən bəzən çox xoşbəxt özümü sayıram ki, mən o vaxtı Mirzə Babayevi görmüşəm. Məsələn, bəstəkar Mən Mirzə Babayevlə bir də konsert vermişəm. Bilirəm. Solo konsertimiz olub bizim. Konsertdə mən Mirzə Babayev, afişada ikimizin adı yazılıb. Oxuyur Mirzə Babayev, Respublika Xalq artisti Mirzə Babayev, gənc müğənni İzzət Bağırov. İkimizin konserti olub. Hərdən deyirəm ki, doğrudan biz xoşbəxt insanlarıq, biz onlara hərdən gənclər gəlir də. Deyirəm ki, siz nə görmürsünüz, amma biz onları görmüşük də, yəni bu günlər ona görə mən özümü xoşbəxt sayıram ki, biz onların o enerjisini hiss eləmişik yaxından, onların danışığını, onların hansını və elə ona görə də bugün biz dəbdən düşə bilmirik. Biz sən niyə? Çünki aldığımız o şey ki olub, onlardan aldığımız enerji. Biz o yolla gedirik də, o yol bizdə var. Amma görsən bugün elə müğənnilər var ki, görsən 3 gün, 5 gün, 1 ay maksimum, 2 aydan sonra müğənni ümumiyyətlə yoxdur.
Var idi belə bir adam yoxdur. Getdi, yoxa Onun çıxdı. enerji aldığı adamlar Yox, bizi gəl. Onun da enerji aldıq adamlar bizi. ala bilmir. Yox, bilirsən nədir? Elcan orada nə Bizdə var? gəlir qırılır da. Yo, orada bilirsən nə var? Ümumiyyətlə 90-lardan bu yana, 90-lar deyirəm, mən 76-cı illəmdə, indi göz qabağındadır, yaşım hər kəsə bəllidir. Maşallah. Biz Samir Piriyevlə məktəbdə oxuyanda Samir məndən 76-da. hə, ikinci Axırıdır da amma. Bir heç deməzdim 76. Hə, mən də inşallah sağlıq olsun. Bu may ayında məndə 50 tamam olur. Sağlıq olsun inşallah. Amma Boğa bürcündənsiz? Buğa bürcüdür. Amma oktyabrın 6-sı 50 illimi Heydər Sarayında konsert keçirdirik. Allah qoysa orada möhtəşəm bir konsert olacaq. Mən bilirsən 30 neçə il, artıq 36 ildir də, yəni səhnədəyəm. Amma bizim bir şey var ki, Samirin sözünə qüvvət. Biz yəni onlarla ki bir yerdə müəllimlərimiz və yaxud yarışmalarda bizə qiymət verən insanlar, orada münsiflər, bunlar hamısı böyük şərtdir. Düzdür. Böyük işdir. Ona görə də belə alınır. Elcan, bir şey soruşum səndən. Filmlərdən bax danışdın. Bax indi bir meyxanadır. Meyxana yəqin bitəcək də o indi 9 may finaldır bəli. Finaldır. Və ondan sonra yenidən o Elcanlı verilişini davam etdirmək istəyirsənmi? Deyirsən səhnəməli söküblər ki, əməli gəlmir pavilyonu. Biraz bu mən daha tez özüm qərar verdim bu şeyə. Amma mən nələr öyrəndim? Bu müğənnilərdən nələr öyrəndim? Özləri öz aralarında danışırlar. Çıxır ora ki, mən sən belə deyərəm, sən mənə belə deyərsən. Sonra onu qan. Mən də görən veriliş gedir, dava eləmək istəyirlər. Mən də tez qorxuram, deyirəm reklamlara gedir. Deyirəm siz nə deyir? Hə biz şey eləmək istəyirdik, daha sən imkan vermədin. Sən demə bunun çoxu bunu belə eləyirmiş. Cəmaət ondan danışsın, bu şeydən danışsın. Mən məsələn onu başa salırdım ki, bu yaxşı hal deyil də bundan danışsınlar. Həm də mənim verilişimdə eləmədə. Hə də onun üçün başqa İstəmirsən ki, işlər sənin var da verilişin ged orada olsun. elə də, bura ayıbdır. Bu başqa şeydir. Sonra həmən məsələn bir də belə şeylər görürdüm. Paxıldılar bir-birinə qarşı. Yaxşı mənada paxıllıq yox ha. Pis mənada. Pis mənada da paxıllıqlar var bir-birinə qarşı. Yaxşı mənada Həm paxıllıq də olmur çoxsu axı. çıxıb çox yalanlar Ya paxıllıq danışırlar. elə paxıllıqdır, onun yaxşı mənası Çox yoxdur. yalanlar Deyirlər, danışırlar. mən sənə Bunlar yaxşı mənada olmadığı paxıllıq şeylərdən. edirəm. Yaxşı mənada paxıllıq necə ola bilər, hə Zabir? Yoxdur, belə bir şey yoxdur. Ya Adı görürsən paxıllıqdır. gəlir oturur tonlarla borcu var, yaşadığı ev leasingdə 70 il, sürdüyü maşının əvvəlin kimsə verib aylığını özü verə bilmir. Aləm deyib bir-birinə oturur bir Kimsə verib aylığını özü verə bilmir. Vallahi əvvəlini verən adam gedib Sonra də. deyirlər ki, Yox. mən söz atıram. Yox, götürür. belə şey yoxdur. Əvvəlini kimsə verib. Əvvəlin verən aylığını adam verə bilmir. gedib. Dinlə. İndi aylıq düşüb yük üzərinə, onun dərdi bir yandan bu şey paltar hansısa dükana bir dənə story qoyulub gəlib verirsə Hə. görürəm də sağ olsun verib. Bəli. Gəlir burada belə danışır. O filan kəs belə onlar özlərinin sənin min dənə dərdin var. Sən gəl otur dərdindən danışaq. Gəl bu işləri yoluna qoyaq. Sən niyə cəmaatı aşağılamağa çalışırsan? Ən böyük problemli adam sən özünsən. Bir də görürsən sən hələ bunu bir də ümumiləşdirib xalqa məsləhət kimi verir ki, o adamlar gərək belə eləsinlər. Hamı psixoloq Yəni sən olur. bunların hamısını verilişində gördün. Vallahi gördüm. Kim- kimdən Kimdən yoxdur, yoxdur ondan ondan danışır. danışır. Əslində Hə, bir gün gördüm Instagramda çıxıb. Bürcü buğa yüksələni nə bilim nə olanlarda xarakterində belə bu bunu harda oxudu? Bu nəyin o təsiri gündəlik var, altındadır?" çıxır. Bürc bu gün nə bilim siz öləcəksiniz. O heç vaxt düz olmur axı. Özün gərək ona hesablayasan. Hə ondan sonra baxdım ki, mən də belə şeyləri götürə Amma sənin bilmirəm. komandan da yaxşı komanda idi maşallah. Yaxşıdırlar, Hə. hamısı yenə biz bu komanda yerində, O hamı komanda ilə yerindədir. meyxanadasan. Hə, komanda işdir də, nə iş oldu götürür. Oradan bir dənə işləyir. Rauf gedib. Rauf da gəlir yenə. Yenə gəlir, hə, Rauf. Nə maraqlı meyxanaçılar nədən danışır? Meyxanaçılar Zaman danışmır Aa. Nigar xanım. Bir dənə siz verilişi şey. Deməli bir meyxana bilirsiniz necə Nigar xanım? 2 Yox, nəfər məsələn, çıxır. siz deyirsiniz ki, Onlar buna- meyxana deyirlər bir-biri ilə. Onu 3 başa düşdüm. mərhələdən. Bəs ondan qabaq Verilişdə çıxıb nə danışırlar? Verilişdə də toylardan danışırlar, məclisdə nə bilim dediyi meyxanaları müğənnilər nə danışır? O da ondan danışır da. Bu meyxanada var ha, indi hal-hazırda ki gedir. 9 may artıq finaldır. Bəli. Dedin ki orada 1-2 nəfərin adını çəkdin ki onlar yəni ümid eləyirik ki onlar uda bilərlər. O maşındakı Yarım final udacaqlar. Cəlil Əliyev, Kərim abi arasında görüşdən biri keçəcək yarım finala. Daha doğrusu onlar yarım finaldadılar. Elcan indi bu gün üzr istəyirəm. Bugünkü televiziyalarda ki biraz ciddiyyət daha başqa cürdür. Sözlərə fikir sən baxırsan onu demək, bunu danışmaq. Meyxana deyəndə bədahətən deyir də. Siz o maşının reklamındasınız Nigar xanım.
Çatdırdı. Nə maşındır ki? Biz hər Yadından gün çıxma, sizi öz yadından proqramda çıxmaz. göstəririk. Hansı reklama çəkdimsə Mən yadım. nə bilim heç. Elə indi bax bu mahnı oxuduz ha burada. Belə yazansan. Hə, get. Hə. O maşın. İndi Elcan o maşın kim utdu halallığı ilə, halal Halallığı xoşu. ilə bəli, artıq maşın bizdədir, studiyadadır. İndi 9 may pavilyona gətiriləcək, qoyulacaq. Gətirilib ordadır. Artıq Gətirib qoymuşam. Veriliş gedə-gedə ordadır. İndi kim utdu maşallah da maşındır da. Allah bərəkət versin. Hə maşındır da. Kim Hə, kimə indi maşın verir? Heç kim, vallahi, Ailə Allah- əvvəlini vermirəm, maşının özünü verir. Amma sənin əlindəndir də bunlarda. Mən maşın verə bilməsəm də amma bu günləri burada Ətirşaha təşəkkürümü bildirirəm. Ətirşah Azərbaycan brendidir. Azərbaycan məhsuludur. Xalı bülbül parfumları var. Maşallah olsun Bakının bir 10 artıq 10 yerindən çox yerdə butiklər açılıb, mağazaları var. Çox gözəldir maşallah parfumlar da həqiqətən. Sağ olsunlar. Elcan mənim yanımdadılar, dəstəkdilər. Öz mənim verilişimdən başqa heç Heç kimlə bir də veriliş çalışmırlar, ancaq mənimləndilər və Mən əvvəl elə bilirdim özünündür bu. Ay yox heç. Oranı mənim bilirlər, buranı mənim bilirlər. Əslində heç nə mənim deyil. Mənim sizin kimi dostlarım var. Allah sizi var eləsin, Allah sizə can sağlığı versin. Onu desəz heç kim inanmayacaq. Ona görə də. Hə yaxşı mənimdir. Deməli statistika dairəsindən dönəndə bir dənə belə avtosalon. Mən bilmirəm o hadisə necə qalıb. Bir dəfə mənə biri deyir ki, İzzətin avtosalonundan biraz qabağa gələrsən. Hələ danışıram 10 il, 15 il qabaq. Mən dedim ki, Sovetskidə. hə, dedim ki, İzzətin avtosalonu deyir ki, hə, İzzət Bağırovundur. 100 dənə maşın dizib ora falan. Mən də təbii ki, deyən adamda etibar var, inandım. İndi keçib üstündən nə bilim bir 15 il. İndi məndə maşında biri gedir. Mən də o informasiyanı almışam da o vaxt ki, İzzətin avtosalonu. Deyirəm ki, şeydə, İzzət də buranı heyif bağladı. Yaxşı yerdə idi bu avtosalon. Deyir ki, haranı? Deyirəm ki, bura əvvəl deyir ki, yox, mənim olub, bura ömür boyu. Deyirəm ki, yox, İzzət Bağırovun olub. Deyir ki, vallahi İzzət Bağırovun olub. Dostum olub. Bir dəfə bizdən deyəsən maşın alıb. Amma ömür boyu mənim olub. Bura İzzət Bağırovun olub. Ay qardaş sənə qurban olum. Bu gün hamısı elə bilir ki, Tornado restoranı mənimdir. Sadəcə mən burada Həcə özü də bir ara elə bilirdi ki, sən deyəsən. Sonra dedilər ona ki, Hələ siz yaxşısınız. Sənin. Elcan taksiyə minib, Elcan taksiyə minib, sənə danışaq. deməli bayaq Samir Piriyev yadıma düşdü deyim, bir neçə il bundan qabaqdır. Gecə saat 2-dir, 3-dür, belə bir vaxtlardır. O belə London taksilər var, keblər. Hə. Onların vaxtıdır. Bir dənə belə taksi saxladım, harasa gedirəm. Belə yuxulu fasonamda idi, gecədir, amma təcili getməliyəm. Oturdum belə maşına, arxada oturdum, filan yerə geyir dayı. Güzgüdən belə baxdı belədir. Samir müəllim. Sən fanatınam. Samir Mən müəllim. də fikirləşdim, Samir müəllim kimə deyər bu? Hansı Samir müəllim? Dedim evdə, dedim ki, sağ ol, fanatım. Belədir. Samir müəllim. Təzdən deyir. Özdə onun balaca belə yeri var, oradan gəldi onun səsi. Sən o nə oxumusan, bütün mahnılar bir yana. Amma o yuxu mahnısı var, Qulaq. onu yaratmısan. Hə, bax ki, taksi şoförü Hə. amma yuxu mahnısını. Mən də bildim ki, Samir Piriyev Yadımda yuxu qalıb. mahnısından gedir. Deyirəm ki, sağ ol qardaş, var ol. Hə, o çox adam istəyir. Onu vallah Samir müəllim, bilirsən bəlkə də çox adam başa düşmür heç o mahnını. Onu gərək oturasan, diqqətlə qulaq asasan. Mən də onu dərin- gördürəm də taksi sürücüsü Mənə mahnı. deyir, dərinliklər böyükdür. Deyir ki, mən də indi təşəkkür özünü məndən dost hiss elədi ki, Samir müəllim bəlkə ondan bir ağız. Hətta, hətta. İndi dalına baxın da elə. Hətta. Mənə deyir. Mən də deyirəm ki, hə, olar, problem yoxdur. İndi qulaq. Ay deyirsən. Başladım ki, belə arxada oturmuşam, belə yuxu deyirəm ki, bu gecə yuxumda görmüşəm səni, görmüşəm xəbərsiz, özündən sənin. Verdi qırağa belə. Bəh, bəh, Samir müəllim. Amma səsini çox şaşırdı. Saxladı. Da inanır. Ayılıb gördüm ki, qucub balıncı, öpürdüm güya ki, üzündən... İndi o zili var, axı, mən oraya gedə bilməyəcəm. Bir bəndi belə oxudum. Sənətkarsan Samir müəllim. Allah səni qorusun. İndi baxırsa əgər bizə O mən idim. O mən idim. Bir də Elcan deyirdi, nə deyir ki, bir dəfə deyir ki, deməli bulvarın kənarına istədim piyada gəzimdən maşında oturmaya. O keçən deyir maşını saxlayıb nə deyir? Ha, mən indi arıqlamaq üçün gəzmək lazımdır. Məsələn, gəzirəm piyada, çıxırdım o bulvara, hamı saxlayır. Otur aparım da. Deyirəm ki, yox, gəzirəm. Otur, deyirəm, vallahi yox, gəzmək istəyirəm. Sağamatçılıqdır, maşına
Biraz keçib biri saxlayır. Aa, gəl bura. Hara yersən? Deyim, yox gəzir. Aa, nə gəzməyə gəl otur fırlanım düşürdüm sən. İndi o Demək valla gəzmək istəyirəm. keçən yayda dedim ki, indi belə ayaqla yəqin pis başa düşürlər ki, buna bax, nə günlərə qalıb düşüb küçələrə. Velosipedlər çıxıb belə. Ondan sonra indi o belə sürətli keçirsən heç kim görmür axı. Bir dənə belə sürürəm. Bütün yayı demək olar velosipedlə, skuterlə belə gəzirəm keçən yayı. Gəldim bir dənə yerdə. Bizdə də velosiped yolları eləyiblər, amma görsən bir dənə belə gözəl insandı, saxlayıb o yolun ortasında da. Onun üçün nə velosiped yolu, nə maşın, nə adam yolu, belə adamdır. Ona deməyiblər, ona deməyiblər. O gözəl adamdır, o belə saxlayıb. Ona gərək cərimə zat yazılsın. İndi mən də gəldim ona dirəndim. Bir dənə də belə dayanmışdı orada biri belə papaqda saqqalda belədir. Sənin yaxşı maşının zadın vardı. Nə günlərə qaldın ağa sən? Ay can. Deyirəm ki, nə olub ki mənə belə? Gənə min bərəkət. Bu da pisdir. Get. Vay. O niyə belə baxdım mən? Niyə pis oldum? Heç nə sürdüm, getdim də. Gördüm sıxırlar mənim. Amma indi o şəhər mərkəzləri də belə yerlərdir. Ora vallahi heç maşınla gedib saxlamağa şərait yoxdur. Saxlayırsan cərimə gəlir, üstünə bal da gəlir. Bal gəlir. Bal da çox olanda bal. şəkər İçəridə alırsan. bir dəfə nə görmüşəm. Nənə skuter sürmüşdü. Şokdaydım mən. Hə. Hansısa bir xanım oradasa bir Bəlkə mənim nənəm. Yox. Yox, mən evdən bayıra bir buraxdım. dənə professional sürürdü. Mən şokdaydım. Mən istəsəm. Mən məsələn bu çəki ilə olan hamısını sürürəm. Skuter, güllə kimi sürürəm ora bura. Mən xoşlayıram ümumiyyətlə bu Bu mobilizasiyanı. çəkinəndə yenə çəkin var səndə. Bir balaca da köksə, bir balaca. Əşi, nə 110 kiloyam, yüzü də çıx 10 kilo. 10 kilo. Heç bir Hə, şey heç nə. Heç nə. Ancaq istəyirəm duet oxuyasınız. Olar, Duetimiz olar. var. Bravo. Super. Çox gözəl mahnı, çox möhtəşəm də ifa eləmisiniz. Xeyirli olsun, davamlı olsun inşallah. Çox gözəl, çox qəşəng. Elə bəstəkarlar var ki, çox əfsuslar olsun ki, bu gün onlar az işləyirlər. Yəni onlar davam eləsələr doğrudan heç kimə yer qalmaz. Yəni bu mahnılar, Yaraman yar kimi mahnılar, belə mahnılar, yəni bizim o köhnə mahnılarımız var ki, bunları bu bəstəkarlar yenidən müğənnilərlə bu cür fəal işləsələr, belə əvvəlki kimi. Bilirsiniz, ola həvəsdən salan səbəblər də, məsələn, süni intellekt bu günləri bilirsiniz ki, yəni bir də görürsüz mənə elə mahnılar atırlar. Düzdür, onu suni proqramı ilə yazıblar və kanalla da ora əlavələr eləyiblər nəsə və göndərirlər ki, təzən deyirəm ki, qardaş, bu süni intellekt məhsuludur da, bu beyin məhsulu deyil. Deyil, bəli. Hə. Belə olsam nədən ayırıram qardaş, elə deyil. O dəqiqə bilinir. O dəqiqə, ona görə də bu şeylər bəzi insanlarda, məsələn, mən bu günləri onlara konkret demişəm ki, qardaş, Mənə belə mahnı atmayın. Mənə atma, mənə özün çal, özün pianinoda və yaxud da bir dənə pianistinə. Mənə kantanı göndər, özün oxu. Süni intellektə qarşıyam mən əslində. Hə, Əslində süni intellekt bilsən digər hələ bizdən öyrənir. O süni intellektin məsələn bir il bundan, bir 6-7 ay bundan qabaq hələ süni intellektə mahnı deyirdim, Bahç Şirazlı adından başqa heç bir mahnını bilmirdi. Bu gün məsələn Bilmirdi, nə Çahargar, Ras bunları bilmirdi. Eldar Mansurov, çox hörmətli bəstəkar, şikayətlənir bu süni intellekt məsələsindən ki, onlar bəstəkarların işinə böyük maneələr törədirlər. Sabah orada böyük əsərləri də süni intellekt üzərindən işləyəcəklər və haqlı etiraz edir ki, mahnıların ruhu yoxdur. Yəni bəstəkar yazan ruhu yoxdur. Amma mən düşünürəm ki, bu yaxşı alətlərdir və peşəkar bəstəkar məncə bundan şikayətlənmədən onu özünə çox rahat bir üsula çevirə bilər, alətə çevirər. O da sənin üçün bir alətdir, hazır. Ki sən əziyyət çəkmədən istədiyin nəyə ki qulaq asmaq istəyirsən, o sənin üçün onun tez o hissəni yaradır. Məsələn, sən ona göstəriş verə bilərsən ki, bir dənə bunu bir dənə tarda elə. Hə, tarda bunu elə. Məsələn, o tarda eləyər, bəyənmərsən, bir dənə bunu gitarada elə, bir dənə bunu skripkada elə. Sən artıq özün ona göstəriş verər. Ümumiyyətlə, süni intellektlərin işləmə funksiyası bundan ibarətdir. Sənin göstərişlərini yerinə yetirsin. Mən düşünmürəm ki, bəzən görürsünüz kimlərsə də qorxur elə bizim sahədən də ssenaristlərin çörəyini alacaq. Nə bilim aktyorun ki, yox o sadəcə köməkçi bir versiyada səni ala bilməyəcək bu dünyada. Ala bilməz o. Mən yaratmışam. Mən şəxsən qəbullarını bilmirəm. Süni intellektlə klip də çəkmək istəmirəm. Bu indi bir proyekt düşünmüşəm. Hətta bunu düşünürəm 2-3 kanalda eyni vaxtda təqdim eləyək.
Ki bizim bu da nədən oldu? Müğənnilər də həvəsdən düşdülər və klip çəkməyə maraq da qalmadı. Çünki vəziyyət dəyişdi. Mən düşünürəm yenidən televiziyada bu kliplərin topları var idi. O vaxt hər gün yayımlanırdı. Onu yenidən bərpa eləyək. Çünki bizim o biraz da bu trendlə çox oynadılar. YouTube trendində birinciyəm. Mən indi onun içindəyəm də. Mən istəyənlən bir mahnını bir günə 10 milyon eləyərəm YouTube trendində. Təbii ki. Və onu başa salaram da necə eləyirlər. Təbii ki. Məsələn, mən YouTube heç nə vermir. Hə. Yəni o qədər maraqsızdır. Даже Bax Nigar, inan Allahım eynən mən. Mənim üçün çox maraqsızdır. Çox. mənə əslində daha evet Instagram. Mən məsələn indi nə xeyri düşünmüşəm? çoxdur mənim üçün. Düşünmüşəm, yenidən bu kliplərin top 10-luqları, top və top müğənnilər və top kliplər, yalnız kliplər. Bəs onda veriliş aç da təzə. Hə, bunun Bu üçün bitsin, meyxana bitəndən sonra sən belə bir bu veriliş gündəlik aç. istəyirəm bunu. Hər Elə gün, də. məsələn 2-3 kanalda Deyirsən ki, yayımlansın. düşünmüşəm deməli eləməlisən də. Hə, Elcan. indi işlər gedir. O biraz çətin prosesdir. Orada Çətin də olsa sən o qədər səs çətin verməsi, layihələr hə. imza atmısan Yox, ki. mən ora cəmaatın səs vermə mexanizmini tətbiq etmək istəyirəm ki, adamlar məsələn də mən Samir Piriyevin klipini çox bəyənirəm. Baxıram, izləyirəm. Mən onu necəsə o topda saxlamaq üçün o səs vermə mexanizmində olandan sonra orada bölünür və hər ilin sonunda Amma şey elə də onu da Elcan, eləsən onu gəl real elə də, bu real. əvvəl dövr belə idi. SMS-dən ora səs, bura səs, bu mexanizmlər indi yoxdur. Mən böyük bir sistem qurmuşam. Böyük bir proqram işləyib və böyük mütəxəssislər işləyib. O səs sistemini quran oğlan yaşayır İtaliyada. Ona maraqlı deyil burada 2 nəfər yarışacaq, biri uduzacaq, biri uduzmayacaq. Bəli. Və bu bir düymə üzərindədir. Məsələn, səs ver ya düymə aktiv olur, ya da aktiv olmur. Stop zamanı o bitir gedir. Eyni mexanizm burada tətbiq olandan sonra bu səs verdir. Ya səs verəcəksən, Ya verəcəksən, ya da verməyəcəksən. verməyəcəksən. Hə. İndi o burada artıq kimin kütləsi daha çoxdur, kimin Ətrafı, dostları. ətrafı, dostları Hə. kütləsi çoxdur. Təbii ki, onların o səs sistemi də, səsi də daha çox olacaq. Bu da düşünürəm, həm də bir klip tendensiyasını və rejissorlar hansı ki, küstülər getdilər bu sənətdən. Çoxu bizim dostlarımızdır. Bəli, Elə deyə bəli. Kənan Əməyim, Kənan, 8 min elə. klip çəkib Kənan Əməyim. Aqil Emquliyev 43 min klipi var. İndi Nail Nayiboğlu'nun 74 min görsüz klipi var. Amma onlar məsələn çoxu çəkmirlər klip. Fuad Əlişov, Fuad Əlişov, Ülviyə hə. xanım. Çox Şahin Zəkizadə var idi, Allah Allah rəhmət Allah eylesin. Ülviyə rəhmət Kön. eylesin. Onlar indi klip heç kim klip çəkmir və indi cavan istedadlı uşaqlar var, rejissorlar hansı ki onlara məsələn klip həvalə eləsələr çox qeyri-adi kliplər çəkərlər. Savadları var. Mən onu görürəm. Amma bu indi Hə, yarışı müğənni də indi bu istəyir, sistem. belə istəyir, belə olsun. İstəyirəm belə. Hə, o Biz məsələyə çəkirdik ha, o ATV Sujetlər, kanalında mənim hə, kliplərim bəli, yayımlanırdı bəli. sujetdə. 5 gün, 6 gün çəkiliş edirdik. kinoya bənzəyir. Ha, kino idi. Mini kino idi. Kino idi, bəli, film. O zaman insanlara maraqlı idi Maraqlı da. idi, İndiki zamanda klip başlayanda hardasa bir 15 saniyə baxırlar, 30 saniyə все bitir. Yox, indi İnsanlar də baxırlar. maraqlıdır. Mən sizə bir şey. Düşünürsən, O zaman bu zaman deyil. Məsələn, indi də dünyanın özündə görürsüz. Deyək ki, Jennifer Lopez klipi çıxır. Yenə də görürsüz bütün dünya baxır ona. Bəli. Çünki hamısı ondan izləyicisi gözləyir bu nəsə yenilik eləyəcək. Amma indi biz məsələn o 3 dənə standart bir adam 3 dəfə eyni şeyi təqdim eləsə, 4-cü dəfə tamaşaçısı onun artıq bilir o nə eləyir. Bəli. O onu artıq maraqdan düşür. Maraqlı gəlmir ona ki eləməsin. Tamamilə doğrudur. Ona Elcan, görə düzdür, hə, yenilik sənə lazımdır. tam razıyam. Tamamilə doğrudur. Samir əzim mahnını alaq səndən. Bravo. Samir müəllim, əyləşin Samir müəllim. Allah can sağlıq. Samir müəllim. Allah can sağ. Bu mahnını amma yaxşı oynamayın. Yuxu mahnı. O yuxu mahnısını yaman oxumusun. Yox, o Allah'ım. yuxu sözdən də bilib. Həmən o mahnı, amma indi o dayı heç. Mən özüm də xoşuma gəlirdi. Bir də onun da klipi maraqlıdır. Həmin yuxu mahnı, hə, o vaxtı maraqlı idi klipi. Bir də mən o mahnını məsələn əzbər bilirəm. Hətta çox adam onun ikinci bəndini bilmir. Karaoke-də filan da oxuyanda da. Heç çox adam onun ikinci Heç bəndini özümdə bilmir. yadımda qalmayıb və sağ olun. Həmən məsələn onu da bilirəm. Necə idi onun sözləri? Mənim bəstə Mənim bəstə boylum, boylum, incə gülümsən, qara gözlü şirin sözlü gülümsən, mənə milyon dəfə sevirəm desən, yenə də doymuram İnan, hələ sözündən əzbərə mən sənin, gülüm hər yuxunun bir mənası var. İnşallah tezliklə. Baxır kimin toyunda da, hə belə oxuya bilərəm, amma baxır kimin toyunda oxuya bilərəm. O qəşəng. Sağ ol. Ya onda bu mahnını sən sevirsən də. Onda bu Hə. mahnını sevirsən ki, sözdən də Mahnının əzbər. batsın sevirdim, sonra yox, hə mahnının Mahnı batsansıdır, matanı. Mahnının da batsın matanı. yaxşıdır. Ya məsələn yaxşı mahnılar var, onları mən Bəli. çox sevirəm.
Var yaxşı mahnılar ki, mən onları sevmirəm, amma əzbər bilirəm. 1002 mahnı kitabıyam mən özüm. Maşallah. Bir dənə də elə bil təzə çıxan mahnı qoymuşam üstünə, olmuşam 1002. Verilişə gəldim. Elcanın verilişinə. Verilişə deməli sabah verilişdəyəm. Gördüm Elcan gecə mənə mesaj yazıb ki, sən bir də mahnı var ya, oxumusan. Baloğlan Əşrəfov mahnısıdır, oxumusan. Get məndən uzaq gəzən. Onu verilişdə oxuyarsan. Onu gördüm. Nə üçün bunu uyğunlaşdırdım? Bu həqiqətən belədir ya. Amma məsələn o yaxşı Hamının mahnı. repertuarından xəbəri var. Kim kimin oxuyur. Get məndən uzaq gəl. Bizi bir yerdə görərlər, qoy söyləməsinlər. Əfsanədir o mahnıda. Məni ey gül. Mən deyim ki, o mahnı da əfsanə mahnıdır. Qəşəng Get mahnı. məndən uzaq gəz, qoy söyləməsinlər. Bizi bir yerdə görərlər. Qoy Allah rəhmət eləsin. söyləməsinlər. Ümumiyyətlə, Səni Baloğlan sevdaş mənə ey müəllim, gül. rəhmətli Baloğlan müəllim, sonra Orada deyir Məmməd ki, Bağır sözləri müəllim. Hafizin də Hafiz baxışdı ki, Hafiz səni ağlatmadı, Hafiz səni ağlatmadı, ağlar günə qoydu. Deməli bir toyda gördüm ki, bir kişi mənə yaxınlaşdı, mənə dedi ki, o Məmməd Bağırın bir mahnısını oxumusan, sən get məndən uzaq gəl, sözləri də Zibər xanım Ağayevandır. Deyirəm ki, o Zibər xanımın deyil sözləri, get məndən uzaq gəz, bu musiqisi də Məmməd Bağır Bağırzadandır. Siz yəqin deyirəm qatışdırırsınız belə. Mən bilirəm, sən bilirsən. Deyim, yox, hələ mən bilirəm. Mən bilirəm, sən bilmirsən. Yox, kişi mənə spor edir. Dirəşib mənə ki, bu mahnı yox, sən düz demir. Deyirəm, kişi, burada deyir ki, Hafiz səni ağlatmadı. Adam öz adını da çəkib. Burada deyir ki, Hafiz baxışın sözləridir. Musiqisi də Baloğlan Əşrəfovundur. Gördüm kişi mənə yox, inanmır ki, yox, sən düz demirsən. Bir də məsələn, bu konsertə qədər, indi burada Yaşım Yolu Yarısı konsertinə qədər, məsələn, bir dənə mahnı deyim sizin öz repertuardan, onu yeni aranjman eləyim, bomba hit olar yayda. Yaşım Yolun yarısını elə oxumuşam. Külək hayandan əsti, kəmər belimi kəsti. Bayaq oxudum onu. Bu qaş, bu göz, yox. Məhz o mahnının özünü, tək. bir dənə indi müasir o ritmlərlə aranjman mənə də maşında qulaq asanda belə adama. 95-ci ildə oxumuşam onu. İndi məsələn o keçib üstündən 31 il. Bəli. 31 ildən sonra məsələn müasir ritmlərlə, indiyinin dövrün ritmlərinə o mahnı təzdən bir dənə hit olar. Külək hayandan əsti, kəmər belimi kəsti, bu qaş bu göz səndə var. Aynen. Çox Popürləmə salmışam, amma tək düz deyirsən. Ona görə tək salım ona, tək olaraq. çünki o hitdir. Dedin Hafiz baxışın sözü olub da. Siz nə yadıma düşün? At çəkmirəm də, böyük sənətkarlarımızdan biri olub gəlib evə oxuyanlar. Oğlu deyib ki, nə olar bir qəşəng bir şey oxu qulaq asımda, istəyirəm səsi eşidim. O da oxuyur, pəmbəyi dağ ucunun içrəni hamıdır. Axırdan deyirsən axı, ey Füzuli, ey Füzuli, bəh, ay dədə. Nə gözəl qəzəldir. Kim yazıb dədə belə bir qadam Lenin yazıb, Leninin nə söz olmaz. Da deyirəm də, ey Füzuli, deyirəm hamısı. O Məmməd Bağır, Allah rəhmət eləsin böyük sənətkarımıza. Deməli, o vaxt ki, toylar gec qutarırdı. Çadır toyları, həyət toyları, toy gec qutarır. Deməli, Nigar, bu toyda bunun bir dənə sindizator, o vaxt sindizator dedi, ionika deyirdilər. Ionika, belə, ancaq akord vurur da, yəni sindizator çalanlar qabarıq. Vermona var idi o vaxt. İndi də o tembrinə, Yamaha vermə. o səslə bir də görsən elə dünən ki toyda məsələn elə bir mahnılar istədilər ki mənə dedim Zərba da sağ olsun. O səsi tembri qoydu. Həmin tutucu çalğı da bir dənə hava yarandı. Çox gözəl bir hava. Onun da bir ionika çalanı olub. Deməli, Məmməd Bağır müəllim də Allah rəhmət eləsin, çox gözəl parodist idi. Parodiyanı çox dəhşət bacarırdı da. Elə parodiya edirdi ki, bir insanın adı ilə elə danışırdı telefonda ki, sən o elə danışardı ki, sən onunla bir saat danışsan, ayırt elə bilməzdin ki, sən həqiqi bu insanla danışırsan, yoxsa yox. Bu bilir ki, bunun ionika çalanı, bununla nəsə, burada ortada nəsə belə klientlər zəng edəndə bunun işini vurur. Bu işi vurur. Bu gedir kiməsə başqa adama toy yazdırır. Belə. Onunla işləyir, amma toyları onunla gedir. Deməli, bu da gecə saat səhər yaxın artıq toydan gəliblər, gec qutarıb toy gəliblər evə. Səhər saat 5-in yarısıdır belə bu vaxtlar. O vaxtda ev telefonları vardı da, mobil telefon yox idi. Götürüb yığıb əmin o ionika çalanın evinə. Hansısa həkimin adından danışır. Hə, deyib ki, bəs mən sizinlə bayaq bir toyda idim.
Sizinlə bağ bir dənə toyda idim. Toyda gördüm. Siz çox gözəl musiqi. Sintezator çalan axı onu sən diqqət yetirə bilməzsən ona. Yəni bu klarnet çalan ola, qarmon çalan ola, nə bilim skripkada çalıb, nə də sən onu görə bilərsən. Kamançada çalıb, tarda çalıb, amma o arxada onsuz da oturur. Sən onun hansısa bir gözəlliyini bir qaldırıb bir tərəfi. Sənə qaldırıb. Deyib siz gözəl çox musiqiçisiniz. Mən istəyirəm sizi toy danışım sizindən, amma oxuyanınız xoşuma gəlmədi. Məmməd Bağır özü də danışan. Deyib oxuyanınız xoşuma gəlmədi. Başqa kimi məsləhət bilirsən. Deyib düz deyirsiniz. Vallahi yaşlıdır, yaşlaşıb var, Ağadaş var, istəyirsən, nə bilim, kim Qədir var, o var, bu var. Və deyib mənəm, deyib Məmməd Bağırdır danışan. Utanmırsan, əyib dörsən. Deyib Məmməd Bağır, bax işte işıqlar sönmüş, tanımadım səni. Evdə işığın telefonuna. O adam da deyir kimsə olub, elə o burulub Burulub bura. İşıqlar sönmüş, tanımadım səni. Yox belə, yəni işıqlar sönmüş, tanımadım səni. Bu ən də çıxılmaz bir çıxış variantıdır da, yəni bu çıxasan da vəziyyətdən də. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ümumiyyətlə bizim sənətkarlarımız, Allah onlara qəni-qəni rəhmət eləsin. Bir çox sənətkarlar var idi ki, onlar bir iz qoyublar. Məmməd Bağır Bağırzadədir, Baloğlan Əşrəfovdur repertuarında. Allah can sağlığı versin. Bu günlərə 80 neçə yaşı olur. Niyaməddin Musayevin repertuarında olan mahnılar. Bütün bu toyda oxunan mahnılar demək olar ki, bax mən baxıram o gün saymışam, deyirəm ha. Elə hara fırladırsan Baloğlan Əşrəfov, hara fırladırsan Məmməd Bağır Bağırzadə. Yəni ki o şur ən çoxdur Məmməd Bağır. Ən çox Məmməd Bağır müəllim Azərbaycan musiqi toy bazar industriyasına çox böyük töhfələr. Özü dəbdən də düşmür. Heç vaxt. Tamam, bugün və hətta sən biz özümüz oxuyuruq onu, o heç. Amma bir də var ki, toyda əyləşənlər gəlib sənə yerinə onu sifariş verir. Deyir məsəl üçün tutaq ki, Ağırdaşa dodağına gülüş qonubuq. Və məsəl üçün Məmməd Bağır müəllimin elə mahnıları var ki, məsəl üçün mən onu başqa ifaçılarda sevmişəm. Məsələn Rafiq əmi də sevmişəm. Bağdagül Rafiqdə. Məsələn etdin günümü qara səni. Rafiq əmi belə oxuyur. Etdün günümü qara səni. Özünə tam başqa. Amma Məmməd Bağır elə oxumur. Biraz sən də belə drive-no yox, belə abaloçkası böyük belə maştabda oxuyub. Ona görə amma istənilən halda hamısı deyək, gülək, oynayaq. Subayların hara fırladı, yoruldum sevgilim. O günlər oxuram, görürəm o doğubadan hamısı anazil. Olmaz. Hamısı ya. Anaz. Hamısı elə ara fırladırsan. Çox. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Əziz tamaşaçılar, istirəm məkanımız haqqında qısa məlumat verim. Bakıxanov qəsəbəsində yerləşən Blissland məkanıdır ki, 4 mərtəbədən ibarətdir bu gözəl məkanımız. Çox hörmətli cənablar, bəylər, gəlin ora. Gözəl bir kişi hamamı var orada, 2-ci mərtəbədə balacalarımız üçün gözəl uşaq əyləncə mərkəzi, fitness zalı, qadınlar, kişilər. 3-cü mərtəbədə gözəl banket zallarımız var və 4-cü mərtəbədə bax bu zaldır ki, hər gün, hər axşam, hər gecə bu gözəl Tornado zalından möhtəşəm şou proqramımız olur. İnsanlarla burada gəlib əyləşir, öz özəl günlərini keçirdirlər. Hər gün, hər axşam ən azı bir 5 sənətçimiz burada səhnə alır. Burada həqiqi bir tornado yaranır. Verilişimiz də buradan yayımlanır. Mənim verilişim yəni bu zaldan yayımlanır. Və Elxan sənə təşəkkür edirəm. Bizim fotoqrafımız hər həftə bizimlədir. Sonra şəkilləri atarsan bizə, atarıq dostlarımıza paylaşsınlar. İnşallah oktyabrın ayının 6-sında İnşallah Heydər Əliyev Sarayında yeni bir gözəl solo konsertimlə sizləri gözləyirəm. Sevənlər, pərstişkarlarımız, gəlin o Elcanın sözünə qüvvət onları biraz yada salaq, keçmişi biraz qaydaq. Elcan o konsertdə bir 5 dənə köhnə mahnılarım vardı ki, yaşım yolunun yarısını mahnılarını qoymuşam. Bir çox getmək istərsən bahanəsiz get, Nüsrət Kəsəməlinin sözlərinə. Bir çox mahnılar var ki, onları yenidən o konsertdə yeni formatda tamaşaçılar üçün ifa edəcəm inşallah. Sağlıq olsun, yeni mahnılarımız var və Zeynəb Həsəni ilə çox gözəl duetlərimiz olacaq konsertdə. Birini artıq oxumuşuq, konsertdə də birinin təqdimatı olacaq. İnşallah. Sağlıq olsun, Allah deyən olsun, biz deyən yox. Və mənim əziz dostlarım, sizə təşəkkür edirəm. Samir, çox sağ ol gəldiyin üçün. Sən hər zaman, haçan ki sənə telefon açıram, böyük məmnuniyyətlə sözümü yerə salmırsan, gəlirsən. Mən də istəyirəm ki, siz olasınız, gələsiz. Dəyərli dostumsan, əzizimsən. Çox gözəl müğənnimiz, gözəl qardaşımız. Elcan, var olasan əzizim. Çox sağ ol. Bu qədər işin içində vaxt tapırsan, gəlmirsən. Hər gün gələ bilərəm. Çox sağ ol əzizim. Var olasan, həqiqətən sən mənim əzizimsən, dostumsan və səni çox istəyirəm. Səni xalqımız çox istəyir, tamaşaçılar səni çox sevirlər. Səni görəndə ki, insan özündə təbəssüm yaranır, xoş səni alır. O işə baxıram da. Yox, bu böyük şərtdir də, bilirsən də, insanı görəndə, səni görəndə üzlərin təbəssüm yaranırsa, bu sənin uğurundur. Xoş səni alıb və ilk dəfə bu günləri mənim qonağım oldu Nigar Camal. Nigar Camal əzizimiz, çox sağ ol. Təşəkkür edirəm.
Siz də sağ olun. Çoxdan gəlməliydin. Qismət bu gün imiş inşallah. Yenə də xoş gəldin. Çox sağ olun. Qapımız, verilişimizin qapısı, pəncərəsi, bazası sənin üzvə açıqdır. Çox Yeni layihələrini də inşallah sezon bağlanır. Keçəcək yeni sezona inşallah sentyabr ayının axırlarında yeni sezona qaydanda sağlıq olsun. Səni yenə dəvət edəcək. Çox sağ Gələsən, olun. var olasan. Təşəkkür edirəm, amma sonda istəyirəm ki, hələ sənin ifanla da verilişimizi yekunlaşdıraq. Əziz tamaşaçılar, sizlərlə sağollaşıram. Gələn şənbə görüşənə qədər sonda Nigar Camalın ifası ilə verilişimizi yekunlaşdırırıq.